Məlumat verdiyimiz kimi bugün Türkiyənin Antalya şəhərində beynəlxalq forum öz işinə başlayır. Söhbət ənənəvi Antalya Diplomatiya Forumundan gedir və forumun ilk günündə açılışı Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan edəcək. Açılışdan sonra isə başlanacaq əsas hissədə hansı mövzulardan bəhs olunacaq? Bax, bu haqda indi danışacağıq. Ətraflı məlumatları bizə Türkiyəyə ezam olunan əməkdaşımız Zeynəb Mirzəyeva çatdıracaq. Zeynəb, salam, sabahınız xeyir və tədbirin proqramı olduqca genişdir. Bu barədə artıq məlumatımız var. Konkret hansı geosiyasi mövzular müzakirə olunacaq, nələrə toxunulacaq və bu ilki tədbirdə öncəki illərdən keçirilən o forumlardan nə ilə fərqlənir? Buyurun, eşidirik, siz efirdəsiniz. Salam Vəfa, hər vaxtınız xeyir olsun, xoş eşitdim sizi. Əvvəlcə çıxışımı sizin birinci əsas sualınızla bağlı başlamaq istərdim. Bəli, çox doğru olaraq qeyd edirsiniz ki, artıq Antalya Diplomatiya Forumunun keçirilməsi ənənəvi xarakter alıb və sadəcə 4-cü Diplomatiya Forumuna biz şahidlik eləyəcəyik və artıq bir neçə saatdan sonra Diplomatiya Forumu öz işinə başlayacaq. Açılış nitqini isə cənab Prezident Rəcəb Tayyip Erdoğan səsləndirdikdən sonra isə ilki müzakirə predmeti nüvə təhlükəsizliyi ilə bağlı olacaq. Bilirsiniz ki, Birləşmiş Ştatlarla İran arasında məhz bu məsələ hələ də cari dövr ərzində öz aktuallığını qoruyub saxlayır və əfsuslar olsun ki, bununla bağlı konkret bir konsensusa gəlinməyib və məhz bunun nəticəsidir ki, tərəflər arasında bu istiqamətdə gərgin söz savaşı da davam etməkdədir. Elə Birləşmiş Ştatlar rəhbərliyinin təmsilçiliyi, eləcə də iştirakçılığı ilə dəfələrlə İran tərəfinə bu istiqamətdə danışıqlar masasına gəlmələri üçün müvafiq müraciətlər edilsə də konkret bir nəticə və konsensus əldə olunmuyor. Məhz bu aspektdən yola çıxaraq bugün bura toplaşacaq dövlət və hökumət başçıları, eləcə də yüksək rütbəli məmurlar, təşkilatlar, təsisatlar, alimlər, beyin mərkəzləri bu aspektlərdə müzakirələrə diqqət çəkəcəklər və çalışacaqlar ki, elə Birləşmiş Ştatlarla İranın timsalında digər ölkələrdə də hökm sürən və davam etməkdə olan nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə əlaqədar konkret bir həlləri masaya qoya bilsinlər və bununla əlaqədar olaraq bir sazişə, razılığa gələ bilsinlər. Bununla yanaşı bundan sonraki növbəti danışıqlar predmeti isə liderlər paneli adlandırılır. Bunun digər bir formatı isə liderlər sammiti kimi də xarakterizə olunur. Burada isə artıq bu ölkəyə təşrif buyurmuş sayca 20-dən çox dövlət və hökumət başçısının iştirakı ilə müzakirələr davam etdiriləcək. Bugün Azərbaycanın sözü gedən tədbirdə yüksək səviyyədə iştirakı da onu deməyə əsas verir ki, iki tərəfli münasibətlər kontekstinə Türkiyə-Azərbaycan münasibətləri özünün ən strateji mərhələsinə qədəm qoyub və Türkiyənin ev sahibliyi edən diplomatiya forumunda da məhz Azərbaycan da söz sahibinə çevriləcək və sual yaranır ki, Azərbaycanın bu istiqamətdəki danışıqlarda əsas ümdə töhfəsi nədən ibarət olacaq? Bugün burada birləşən beyin mərkəzlərini düşündürən bir əsas məsələ və onların diqqətini cəlb edən amildə Azərbaycanın 44 günlük vətən müharibəsində qazandığı zəfəri də məhz bunun aspektinə yanaşanda onlar Azərbaycanın münaqişələrlə, müharibələrlə mübarizə potensialını və onun praktikasını xüsusilə unikal hesab edirlər və Azərbaycan modeli də bugün danışıqlar üçün kifayət qədər önəmli olacaq və münaqişələrin həlli istiqamətində Azərbaycan təcrübəsinə də müraciət ediləcəyi gözlənilir. Sizin ikinci sualınıza gəldikdə isə Vəfa, mən onu bildirmək istəyirəm ki, çox doğru olaraq qeyd edirsiniz ki, bəs görəsən Antalya Diplomatiya Forumunun bundan öncə keçirilən 3 diplomatiya forumunun əsas fərqləri nədən ibarət olacaq? Əgər nəzər salsaq 2024-cü ilin martın əvvəlində ilk həftəsində keçirilən Antalya Diplomatiya Forumunun əsas müzakirə mövzusu cari dövr diplomatiya forumuna fərqli olaraq əsasən böhranlı dövrlərdə diplomatiyanın idarə edilməsi idi. Burada sosial-iqtisadi aspektdə olan mövzular qabardılırdı və acılıqla mübarizə bir sıra ölkələrdə inkişaf etməmiş ölkələrdə son durum və onlara dəstəyin stimullaşdırılmasını özündə ehtiva edirdi. Lakin bu il və yəni bugün öz işinə başlayacaq forumun əsas
müzakirəsi isə artıq dəyişən dünya nizamına uyğunlaşdırılmış bir diplomatiyadan danışılacaq. Bu isə o deməkdir ki, burada təkcə atom, nüvə təcrübəsi, eləcə də təhlükəsizliyinə dair fikir mübadiləsi aparılmayacaq. Qloballaşan dünyanın perspektivli mövzusu olan süni intellekt texnologiyalarından istifadə və onun işinin təkmilləşdirilməsi, stimullaşdırılması kontekstindən də yanaşılacaq. İkinci diplomatiya forumu ilə bağlı mövzularda isə əsasən münaqişə ocaqlarındakı problemlərin həllinə toxunulmuşdu vaxtilə. 2023-cü ildə bu mövzu özünü ən qabarıq şəkildə büruzə verirdi və ilk keçirilən Antalya diplomatiya forumu isə əsas nəzərləri məhz Türkiyəyə o aspektə yönəltdi ki, Türkiyə artıq regionun əsas önəmli aktorlarından biri olaraq ev sahibliyi etməklə Antalya diplomatiya forumuna bütün dünyanın fikirlərini bir araya gətirmək üçün vasitəçilik edə bilmə potensialına malikdir. Qeyd edeyim ki, diplomatiya forumu bugün başlayıb 13 aprel tarixində öz işini yekunlaşdıracaq. Bugün günün ikinci yarısına doğru isə istər xarici, istərsə də yerli media nümayəndələrinə açıqlama da veriləcək. Biz də çalışacağıq ki, həmin məqamları da sizlə və izləyicilərimizlə paylaşaq. Əgər hər hansısa bir sualınız yoxdursa, Vəfa, mənim bu saata çatdıracaqlarım bunlardan ibarət idi. Buyurun.